Müəyyən müddət işlədikdən sonra kompüter donmalar müşahidə olunmağa başlayır. Bunların qarşısını almaqdan ötürü müəyyən yollar var. Bunlardan biri haqqında danışım. Axtarış bölümündən run əmrini yazırıq. Ekrana gələn pəncərədə faiz işarəsi, temp, faiz yazıb OK əmrini veririk. Baxın, məndə tez-tez bu əmri yerinə yetirdiyimə görə faylların sayı azdır, 126 dənədir. Yəni bu çox ola bilər. Uzun müddət bu əmrdən istifadə etmədikdə bu faylların sayı çox ola bilər. Bu da kompüterin donmasına, performansının aşağı düşməsinə səbəb ola bilər. Ona görə biz bunları Ctrl A eləyib hamısını Shift Delete düyməsinin köməyi ilə silirik. Yəni bilirik, Delete düyməsi vurduqda bu zibil qutusuna düşəcək. Oradan da pozma məcburiyyətini qaldırır. Shift Delete vurduğunda bir dəfəlik pozulur. Amma bəzən sual oluna bilir ki, temp fayllarını silmək düzgündürmü? Bəli, tamamilə doğrudur. Bura lazımsız və müvəqqəti faylların toplandığı bir yerdir. Həmin faylları silməklə kompüterin donmasının qarşısını alırıq, ümid performansının artırılmasına səbəb ola bilirik. Onsuz da heç bir vacib məlumat temp qovluğunda yerləşmir. Zaten Windows'da mən istəyim, onsuz da buna mane olmayacaq. İmkan verməyəcək, mane olacaq ki, bu vacib məlumatlar oradan saxlanılsın. Shift delete düyməsini vururuq.